Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Yeniavaz.com xəbər verir ki, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir. Azərtacın məlumatına görə, aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhər Salma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır. Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçiriləcək. Müvafiq kompensasiyaların məbləğin hesablanması və ödənilməsi təmin ediləcək. Qeyd olunub ki, bu zərurət Bakı şəhərinin yeni baş planında paytaxtda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhər ətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmir yol şəbəkələrinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis kommunikasiya qurğularının yenilənməsi, nəqliyyat və sosial infrastrukturların, kommunal sistemlərin əsaslı şəkildə bərpası, yaşıl və təmiz şəhər prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və sair tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır.